Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Keçən cümələrdən axirət zamanı, qiyamət gününün əlamətləri barəsində danışırdıq. Əziz Peyğəmbərimiz son həcc ziyarətində üzünü müsəlmanlara tutaraq xitabən istəyirsinizmi axirət zaman, qiyamət əlamətləri barəsində sizə danışım deyə soruşduqda ən yaxın Peyğəmbərimizə durmuş Həzrət Səlman idi ki, dedi, ya Rasulullah, təbii ki, istəyirik. Və əziz Peyğəmbərimiz sayırdı, hər saydığında Həzrət Səlman təəccüblə soruşurdu. Ya Rasulullah, bunlar həqiqətən baş verəcək. Əziz Peyğəmbərimiz buyurdu ki, canım əlində olan Allaha and olsun ki, bu hadisələr mütləq baş verəcək. O təəccüb bilirsin nə idi, əzizlərim? Bu onu göstərir ki, bu gün sadalananlar, insan oxuyur, baxır, görür ki, demək olar ki, bu günləri yaşadığımız dönəmdə bu şeylərin böyük əksəriyyəti artıq vaqidir var. Səlman ki, o günləri təəccüb edirdi, bu onun göstəricisidir ki, o günləri bu şeylər ağla gəlməz məsələlər olub. Yəni, insanlar düşünə bilməyib ki, bir cəmiyyət olacaq ki, bu işləri yerinə yetirsin, yəni ağla gəlməz bir məsələdir də, ona görə Səlman təəccüb edirdi. Amma təəssüflər olsun ki, bu günləri biz görürük ki, həmin hadisələr, həmin əziz Peyğəmbərimizin kəlamları vaqidir, günümüzdə, dünyamızda bunların hamısını biz reallığına görürük. Həzrət Peyğəmbər Əkrəm buyurdu, ya Səlman və indəha tuşarikul mər'atu zəvcəha fit-ticarə. Ya Səlman, bir zaman gələcək, xanımlar öz ərləri ilə ticarətdə şərik olacaqlar, müştərək iş quracaqlar. Ola bilər bir nəfər soruşar, sual eləyər ki, məyər xanımın məsələn işləməsi, pul qazanması İslam ona icazə vermirmi? Verir. Məsələ budur ki, ailə dəyəri fərqli bir məsələdir. Ailədə şəriklik olmamalıdır. Ailədə mənim pulum, sənin pulun olmamalıdır. Ailə bir cəmiyyətdir, ailə bir dövlətdir və orada hər şey mənəvi dəyərlərlə hesablanmalıdır. Əgər orada maddi dəyərlərlə hesab kitab olunsa, təbii ki, o ailə uçuruma gedir. O ailə mütləq dağılmalıdır. O ailədə hər şey maddi dəyərlərlə baxsalar, o ailə dağılmalıdır. Mümkün deyil ki. Bəli, ola bilər ki, onların ikisinin bir yerdə işi olsun, bəli, xanım ərinə ticarətində kömək eləsin, hesab kitabında kömək eləsin. Amma da sənin büdcəm, mənim büdcəm olmamalıdır. Şərik mənası nədir? Şərikin mənası budur ki, hərənin öz payı olur da, öz qismi olur, öz sərmayəsi olur. Bunun nümunəsini göstərib tarixdə əziz Peyğəmbərimizin o mübarək həyat yoldaşı, möminlərin anası xanım Xədicə salamullah aleyhə. O qədər sərmayə ilə, o qədər ticarətlə, o günkü Peyğəmbərimizlə ailə həyatı qurdu. Dedi ki, ya Rasulallah, mən də sənə məxsusam, hər nəyim varsa da sənə məxsusdur. Yəni, mənim özümün bir şeyim yoxdur. Bunu göstərdilər, İslam dəyərləri, əziz Peyğəmbərimizin həyatı, ailəsi bunu göstərdirsə ki, ailədə bu cür olmalıdır. Ailədə bir nəfər mütləq öndər olmalıdır və ailədə hər şey onun əlində cəmlənməlidir. Ondan sonraki məsələlərdə əlbəttə buna dair sözlər çoxdur. İnşallah nəsib olar gələn cümlələrdə və ailə dəyərləri barəsində danışaraq bu mövzunun barəsində danışırlar. Ardınca əziz Peyğəmbərimiz buyurdu və yəkunul mətərə qaydan. Belə bir zamanda zamansız yağışlar yağar. Görərsən ki, adətən yağış yağardı yazda, payızda ki, əkinə, biçinə, bağlara ehtiyac var. Bir də görürsən ki, məsələn, həmin vaxtlarda quraqlıq keçir, yağış həsrətindədir cəmaət, əkincilər, günümüzdə də, bu gündə əkincilər şumlaya bilmirlər. Yağış yağmır, yaxşı. Amma görürsən, bir zamansız, lazımsız bizim öz düşüncəmizlə desək, yağışlar yağdı. Allah bilmir ki, nəyin zamanı, nə vaxtı. Allah bilir, sadəcə bizim əməllərimiz nəticə olub ki, bu şeylərin cəzasını çəkirik.
Yəni, lazım olan anda yağış Allah yağdırmır. Niyə? Bizim günahlarımızın səbəbidir. Bəşərdəki bu cinayətlər, bu qətliamlar, bu haqsızlıqlar səbəb olur ki, nə olsun? Yağış da zamanında yağmasın, bəhər də zamanında gəlməsin. Rozisi də insanların çəkilsin, bəşərin rozisi çəkilsin hətta. Bunlar insanların öz günahlarının nəticəsidir. Və yuğayyizul kiramı qayzan. Əziz Peyğəmbərimiz buyurur ki, belə bir zamanda hörmətli kişilərin ehtiramı aradan gedər. Bizim xalqın həm dini mədəniyyətində, həm də elə bir milli mədəniyyətində bir ağsaqqal məfhumu var idi. Təəssüflər olsun ki, o ağsaqqal dəyəri, ağsaqqal institutu aradan gedir. Bugün qalmayıb o hörmət izzət. Əvvəllər ailədə bir söz-söhbət olurdu. Ya o nəsildən, ya bu nəsildən bir ağsaqqal gəlirdi, girirdi, otuzdururdu hər ikisinin. Ay bala, ay qızım, ay oğlum, ailə elə bu cür olur. Ailədə həmişə rifah olmur, bəzən görürsən qanqaraçılıq da olur, bəzən az tapırlar, bəzən çox tapırlar. Danlayırdı, bunları barışdırırdı, çıxıb gedirdi. Bu günləri ağsaqqalların sözü evdə keçmir. Adətən evlərdə xanım sözləri keçir. İndi bəzilər deyəcək ki, niyə xanımların hüququ yoxdur? Xanımların hüququ bizim başımız üstündədir. Amma o xanımların sözü keçdiyi evlərdir ki, biz ailə dağıntılarının şahidi oluruq. Niyə mən bu söz deyirəm? Xanımlar əzizdir, dəyərlidir. Sadəcə xanımlar hissləri ilə qərar verirlər. Gəlir, görür ki, evdə söz-söhbət var, deyir, day yığış gedək. Tez hissi ilə qərar verir. Amma ki, biraz soyuqqanlı olur, düşünür, gələcəyini fikirləşir, bu məsələlərin qərar verir. Və yaxud cəmiyyətlərdə insanlar küsülü olurdu, ağsaqqallar gedirdi, onları barışdırırdılar. Hər məhəllədə bir ağsaqqalı olurdu. Oranın cavanlarına, gənclərinə deyirdi ki, bu olmaz, ayıbdır, belə iş görmək olmaz. Yığışıb bu cür məsələlər. İndi ağsaqqal məhəllənin cavanlarına söz deyə bilmir. Nəticəsi də göz qabağındadır. Gənclərin qərb mədəniyyətini özlərində formalaşdırmaları. İndi qərb yaxşıdır, qərbin təhsilini götürün, qərbin inkişafını götürün də, niyə qərbin lazımsız mədəniyyətlərini biz götürək ki? Bizim öz dəyərlərimiz var. Hər xalqın özünə məxsus xasiyyəti var, xüsusiyyətləri var. Bizə yaraşmır. O qərbdə adı görsənə bilən bir məsələ bizdə çox qınaq olunmalı bir məsələdir. Və bu məsələ üçün ağsaqqallar məsuldular, amma ağsaqqallar məsuldular. Bu binəva ağsaqqallara da biz dəyər verməliyik də, onların sözü keçsin. Məsuldular, sözlərini geri geçirək də. Ağsaqqal ehtiramı gedir aradan. Məsciddə olsun, cəmiyyətdə olsun, məhəllədə olsun, ailədə olsun. Ağsaqqal hörməti itəndən sonra cəmiyyət sarsınacaq. Cəmiyyət büdrəyəcək. Çünki o ağsaqqalların ən azından bir 50 illik həyat təcrübələri var. Bu cür deməyək ki, yox, bizdə bir məşhur deyim var, amma ən yanlış deyimlərdən də biridir. Ağıl yaşda deyil, başdadır. Bu sözün həqiqət tərəfi var, işim yoxdur. Ola bilər ki, bir gənc çox ağıllı olmuş olsun. Amma təcrübə də çox vaxt öz sözün deyir. Yəni, bu söz həmişə keçərli deyil də, əzizlərim. Ağıl yaşda deyil, başladı sözü həmişə də keçərli deyil. Xüsusilə, məsələn, bizim də gənclik dönəmimizdə böyüklər, valideynlər söz deyəndə düşünürdü ki, bu öz zamanısında keçmişin sözünü deyir. Amma illər keçir, başa düşürsən ki, yox, o həyatının təcrübəsini deyirdi və düz də deyirmiş. Kəş ki, qulaq asaydıq. Ona görə biz qorumalıyıq, ağsaqqal məktəbini qorumalıyıq. Ağsaqqal, böyük, kiçik məsələləri pozulan cəmiyyətlər həqiqətən göz qabağındadır. Bu dəyərlər qorunmalıdır. Və yuhtaqarur rəculul mu'sir. Əziz Peyğəmbərimiz buyurur, axirət zamanda əliboş kişi hörmətsiz olar. Yəni, kasıb adamı hörmət eləməzlər. İnsanın dəyəri onun pulu ilə, maşını ilə, giyimi ilə ölçülmür ki. İnsanın dəyəri onun ləyaqəti ilə ölçülür. Ola bilər bir insan həm də pulu var və həm də dəyərlidir.
Mənəvi bir ruhiyyəsi var. İşimiz o deyil. Yəni, biz demirik ki, mütləq insan kasıbdırsa ehtiram olunmalıdır, mütləq imkanlıdırsa ehtiram olunmamalıdır. Xeyr. Deyirik ki, insan kasıb da olsa, varlı da olsa, onu mənəvi dəyərlərinə görə qiymətləndirilməlidir. Mənəvi dəyərləri varsa, qiymətlidir adam. Mənəvi dəyərləri yoxdursa, heç bir dəyər yoxdur. Quran-ı Kərim bunun barəsində buyurur. İnnə əkrəməkum indallahi atqakum. Allahın yanında hörmətli kişi təqvalı kişidir. Hər kimin təqvası varsa ehtiram olunmalıdır. Hədislərimizdə var, kasıba verilən salamla varlıya verilən salamın arasında fərq qoyan insan məlundur. Necə imkanlı adamın qabağını iki əllə gedirsənsə, zəhmət çək, ondan sürətli kasıbın qabağına get. Ona daha çox təzim göstər, ona daha çox ehtiram göstər. Bu Allah yanında əzəmətdir, bu Allah yanında dəyərdir. Həzrət buyurur, فَعِنْدَهَا يُقَارِبُ الْأَسْفَاقِ Belə bir zamanda bazarlar çox yaxın olacaq. Bazarlar bir-birinə çox yaxınlaşacaq. İndi burada böyüklər var, hamının yadındadır, bəlkə gənclərin yadında deyil də. Rayonumuzda bir dənə bazar var idi da. Bir dənə bazar var idi. Hər məhəllədən gedirdilər o bazarda. Bu günləri hər məhəlləmizdə 5 bazar var. Yəni, hər market bir bazardır da. Əziz Peyğəmbər buyurdu ki, bazarlar çox yaxınlaşacaq. Qapı açsın, bu günləri hər şey satılır qapıda, qapının ağzında. Meyvə də satılır, tərəvəz də satılır, nə bilim, elektrik malları da satılır, ərzaq da satılır. Nə istəsən satılır. Pisdir mi bəyər? Ki, bunu Əziz Peyğəmbər xüsusi qeyd edir. Yox, bu iş özü pis deyil. Amma bunun gətirəcəyi nəticələr pisdir. Ardıca Həzrət Peyğəmbər buyurur, İz qalə hazır ləm əbi şeyən və qalə hazır ləm ərbəh şeyən fəla tərə illə zammən lillah. Deyir, belə bir zamanda axşam ticarət ki bitir, bu qapısını bağlayanda dükanını deyəcək, bugün bir alver eləmədim, o biri deyəcək, xeyr eləmədim, bu biri deyəcək, ziyan elədim. Heç kim xeyr eləmir, amma hamı işləyir. Bu günləri işləyən adamlar, iş görən adamlar, işləməyən adamlardan çox ahmal edirlər. Bəzənlərdə adam təəccüb edir, yəni Allaha şükür sən bir iş görürsən, sən ki iş görürsən, sənin bu gəlib ciley güzar nalə eləməyin və bu bir qardaşdan heç olsa utan. Məsələn, o ki işləmir, ondan utan da bu sözləri demək. Ağa, Allah sənə bir para çörək verib. Bu bir para çörəyi də bölüşmək lazımdır, yardımlaşmaq lazımdır. Allah razı olsun, məsələn, qardaşlar bir cümədə 1 manat pul, məsələn, toplayırlar, yardım göstərirlər. Bu əslində bir dənə boynumuzda təkvini vəzifədir də. Yaxşı. Hamımızın boynunda bir Allahın haqları var. İndi onların bəzisi, məsələn, namaz kimi, oruç kimi haqlardır. Bəzisi elə bir haqlardır ki, cəmiyyətdə 3 nəfər o işi görsə, qalanını da boynundan götürürlər. İndi Allah kömək olsun, bu işi görənlər bizim də boynumuzdan o haqları götürürlər qismən. Bizim də işimizi yüngülləşdirirlər. Bəlkə məhəlləmizdə bir kasıb var, biz tanımırdıq onu, xəbərimiz yox idi, gedib tapıblar, ona yetişiblər. Onlara da kömək olmaq, dəstək olmaq bu işdə bizim borcumuzdur. İmkanlı şəxslər xüsusilə, əlinə çörək yetişən insanlar xüsusilə qiyamətdə bunların da hesab kitabı olacaq. Və ardıca Əziz Peyğəmbər buyurur, fəla tərə illə zammən lillah. Bu ki deyəcək bir şey qazanmadım, o ki deyəcək bir şey qazanmadım, hamısı da Allahı qınayacaq. Ha? Hamı da deyəcək ki, Allah nə üçün belə elədi? Allah niyə məsələn bizim ruzumuzu azaldıb, ticarətin büdürüyür və s. və ilə axır. Əzizlər, Allahın bizə əta etdikləri bəzi halda bizim əməllərimizin müqabilindədir. İndi bəzilərinə görə heç, onların günahı nə qədər çox olur, o barədə danışmışıq da, o qədər də verilir onlara. Qoy elə azsınlar. Amma mömin şəxslər bu cür deyil. Sən günahın artdıqca ruzun çəkiləcək. Günahın artdıqca sağlamlığın aradan gedəcək. Günahın artdıqca həyat problemlərin ortaya çıxacaq. Bu bir ilahi sünnədir. İstəyirsən bunların qarşısını alasan, özünə diqqət eləyəcəksən, təqvalı yaşayacaqsan. Allahın verək izzətinə, cəlalına, əzəmətinə Allah mütəal bizləri də təqvalı yaşamaqda müvəffəq eləsin inşallah.